Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Yenavaz.com xəbər verir ki, bu barədə reporta qurumun sədri Vüqar Oruç məlumat verib. Onun sözlərinə görə araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib. Beləliklə, Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadrat metr mənzilin orta qiyməti 9640 manatdır. Elə həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlikdə Neftçilər prospektindədir. Müvafiq olaraq 9629 manatla və 9650 manatla. Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3635 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlikdə Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3985 manatla və 3285 manatla. Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 May küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3827 manatdır. Bununla belə yeni tikililərdəki mənzillər üzrə liderlik 4175 manatla rayonun Hənifə Əsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3918 manatla Nizami küçəsindədir. Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadrat metr mənzilin orta qiyməti 3199 manatdır. Bununla belə yeni tikililərdəki mənzillər üzrə liderlik 3408 manatla rayonun Nəcəfqulu Rəfiyə küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3050 manatla elə Xocalı prospektindədir. Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3280 manatla Şah İsmail Xətai prospektindədir. Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3025 manatla Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2630 manatla Elşən Süleymanov küçəsindədir. Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 2113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlikdə rayonun Əliyev küçəsindədir. Müvafiq olaraq 2230 manatla və 1995 manatla elə Zahid Əliyev küçəsindədir. Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2401 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlikdə Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2562 manatla və 2239 manatla. Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahim Paşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 2813 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlikdə İbrahim Paşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2916 manatla və 2710 manatla. Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlikdə rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2140 manatla və 1845 manatla. Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 1842 manatdır. Bununla belə yeni tikililərdəki mənzillər üzrə liderlik 1990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1750 manatla elə Orucov küçəsindədir.